Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin ve la'netullah ala adaihim ecmaîn. Allahumme accil velikel ferac. Biz İmam Zaman Əcəlullah Fərəcəhin ki haqqında danışırdıq. Ümumiyyətlə qeyd elədik ki, İmam Zaman Əcəlullah Fərəcəhin dünyaya gəlməsi ki, bu tarixi mövzuları, yəni sabit olan dəlillər də göstərir ki, Hicri 255-ci ildə Həzrət dünyaya gəlibdir. Və Fəzl ibn Şazan da həmçinin və digər alimlərimiz də biz baxsaq, öz əsərlərində, Dəlail-i İmamənin sahibi İqbal əsərində ki, Məcmua Nəfs-i Tarix Məvalid əsərinin müəllifi və digərləri mötəbər sənədli rivayətdə göstəriblər ki, Həzrət 255-ci Hicrində dünyaya gəlibdir. Ki, mahiyyət də budur ki, yəni məşhur və sabit olan dəlil budur. Bir neçə dənə rivayətə əsasən ki, fərqli fikirlər deyənlər olubdur ki, onlar deyiblər ki, Hicri 256-cı ildə dünyaya gəlibdilər. Bunu da bəziləri deyibdilər. Həmin o rivayətlərə ki, söykəniblər, qəti təhqiqat, geniş əhatəli araşdırmadan bunu ilə qane olubdular. Mahiyyət də budur ki, yəni misal, burada da nə deyilir? Məsələn, bəzi alimlər deyiblər ki, məsələn, mərhum Şüştəri ağa misal qeyd edir ki, deyir, əzhər fikir budur ki, ikinci nəzərdir, yəni Hicri 256-cı ildə dünyaya gəlmək məsələsi. Çünki deyir, niyə? Deyir, burada bizim əlimizdə olan rivayət bir neçə dənədir və 255-ci ildə deyən rivayətlərin sayı isə nisbətən fərq edir. Və xanım Həkimə Salamlı Aleyhanın verdiyi xəbərlə ki, Fəzl ibn Şazanın Muhammed ibn Ali Abbas Əl-Fadl ki, nəql etdiyi xəbər ki, bu iki rivayət sənədi səhih və mötəbərdir, amma digər rivayətlər bunun say baxımından çox olduğu üçün, yəni Ağa Şüştəri qeyd edir ki, nəzəri, yəni budur ki, gəldiyi qənaət budur ki, bəs Həzrətin dünyaya gəlməsi Hicri 256-cı ildədir. Və hətta Mühəddis Nurinin də nəzərini ki, qəbul etmir. Çünki Mühəddis Nuri də Hicri 255-ci ili təsdiqləyirdi və bu da nə üçündür? Çünki Fəzl ibn Şazanın səhih sənədli rivayətini qəbul edirdi. Bu mahiyyət baxımından da ki, bu fikri etimad eləmir. Və Əllamə Nəzir Rəhmətullah Aleyh də həmçinin biz baxırıq ki, Kafi kitabında nəql olunan rivayətə əsasən Hicri 255-ci ili götürür və ki, həmçinin 256-cı il tarixini isə Şeyx Tusinin Əl-Qeyb əsərinə istinadən yazır. Ki, hətta orada belə bir qeyd vurur ki, mərhum ağa ki, Əllamə Məclisinin nəzərini qeyd edir ki, və deyir, bəlkə də 255-256-cı illəri eyniləşdirmək mümkündür. Ola bilər ki, onlardan biri şəms ilinə, digəri də qəməri ilinə aid olsun ki, bu fərq yaransın nəticədə. Və həmçinin ağa mərhum Əllamə Şüştəri ki, Əllamə Məclisinin bu fikrini də ki, tənqid edib, bir irad bildiribdir. Deyibdir ki, məsələn, bu fikir də tam dəqiq deyil. Çünki şəmsi ilin ərəb dilində yazılan kitablarda qeyd olunması görünməyib və şəmsi ilə qəməri ilin fərqi 1 il yox, təxminən 6 il, 5-6 il arasıdır. Ona görə də Əllamə Şüştəri mərhum Əllamə Məclisinin bu nəzərini etiraz edərək qəbul etməyibdir. Ki, mahiyyət baxımından biz burada yəni nə deyirik? Diqqət edirik ki, yəni daha səhih rivayətləri götürək və zəif olanları kənara qoyaq və onun üzərindən bu fikri qəbul edək. Məsələn, zahir də budur ki, ulama arasında 255-ci Hicri ilin qəbul olunması fikri daha mötəbərdir. Niyə? Çünki alimlər, təhqiqatçılar bu nəzəri səhih rivayətlə qəbul edirlər. Çünki İslamın ilk əvvəlki dönəmlərinin əsrlərinin belə deyək ki, Şiə üləması, Şeyx Səduq, Şeyx Kuleyni, Şeyx Mufid,
Şeyx Kərəski bu fikirdə olublar. Və Şeyx Müfid rəhmətullah əleyh də həmçinin Əl-Fusulul Muxtar əsərində deyir ki, İmamiyyə üləması fəqalül cumhur minhum bi imamə deməli İmamiyyəni ümumiyyətlə cümhuru, yəni alimləri icması bu fikirdədir ki, İmam Həsən Əskəri əleyhissalamın oğlu imamətinə, yəni İmam Zaman Əcəli Fərcəhin imamətinə etiqad var, amma atasının vəfat etdiyi ildə onun hansı yaşda olması ixtilaflıdır. Şiələrin çoxsu bu etiqaddadır ki, əksəriyyəti Həzrətin elə bil həmin vaxtda 5 yaşının olması üzərindədir. Çünki İmam Zaman Əcəli Fərcə Hicri 255-ci ildə dünyaya gəlibdi, atası isə Hicri 260-cı ildə dünyasından köçübdü, vəfat edibdi, şəhadətə qovuşubdu. Bu Şeyx Müfid rəhmətullah əleyh də bunu təsdiqləyir və deməli İmam Zaman Əcəli Fərcəhin mövludu ilə bağlı tarixi mənbələrdə ki, başqa hətta məlumatlar da qeyd olunur. Hətta 254-cü, 257-ci, 258-ci il deyənlər də olubdular hətta, amma qeyd etdiyimiz kimi bu rivayətlər mötəbər deyildir və səhih olan, etibarlı olan da Hicri 255-ci ildir ki, biz də bunu qəbul edirik və məşhur da bunun üzərində ittifaq edibdir. Və İmam Zaman Əcəli Fərcəhin ki, doğum, dünyaya gəliş məkanı ki, dedik, Sur, Mən, Roş, yəni Samirra şəhər olubdur. Bu da nəyə əsasən? İmam Həsən Əskəri əleyhissalamın məcburən Samirra şəhərində yaşaması imamın həmin şəhərdə göz açmağını, dünyaya gəlməsini təsdiq edən bir sənəddir və rivayətlərdə biz baxırıq ki, hələ bu ünvan göstərilir və Samirra şəhəri özü Bağdadın təqribən bir 28-30 kilometrlik məsafəsində yerləşən bir şəhərdir. Ziyarətdə olanlar daha çox bilir. Bu şəhər İraqın qədim şəhərlərindən sayılır və bir neçə dəfə dağıdılıbdır həmin şəhər, sonradan təzədən düzəldilibdir. Şəhər özdə Dəclə çayının şərq istiqamətinə düşür və Abbasi xəlifəsi Möhtəsim Ləin 221-ci hicrində təzədən oranı inşa elətdirir və paytaxtı ora köçürdür. Bağdaddan çıxardı, köçürdür paytaxt ora və mütəvəkkil də həmçinin şəhərin abadlığı ilə məşğul olan xəlifələrdən sayılır, Abbasi xəlifələrindən. Və Samirrənin hökumətinin ümumiyyətlə əsgərləri, məmurlarının cəm olduğu yer, hərbi mərkəz kimi bu şəhər istifadə olunurdu. Tarixdə də biz baxırıq ki, Möhtəsimin əsgərləri onların çoxsu ki, türk əsgərləri idi. Bağdad cəmaatında narahatçılıq yaradırdı. Samirrəni tikir və əsgərləri köçürdür. Şəhərin də quruluşu, binaları, məscidi, böyük məscidi, binası da hərbi mühiti xatırladırdı. Məscid və onun binası İslam ölkələrində həmin vaxtlar ən böyük və möhtəşəm, belə deyək də, binalardan sayılırdı. Çox əzəmətli görünürdü və Abbasi xəlifəli Möhtəsimdən tutmuş ta Möhtəmidə qədər elə bil Samirrəni ta bu xəlifələrin hamısı belə deyək də özlərinə paytaxt qərar vermişlər. Möhtəmid isə Hicri 279-cu ilə düşür onun hakimiyyət dönəmi ki, paytaxtı həmin vaxtda Bağdada təzədən qaytarır və Mu'təz adlı digər Abbasi xəlifəsinin vaxtında Bağdadı bütünlüklə xilafətin tam mərkəzinə çevirir. Və şəhərin bir məhəlləsi Əskər Möhtəsim adı ilə tanınırdı. İmam Hadi və İmam Həsən Əskəri əleyhissalam da bu məhəllədə yaşayırdı. O səbəbdən də hər iki imam Əskəriyəyin ləqəbi ilə tanınırdı. İmam Hadi əleyhissalam da Hicri 233-cü qəmər ilində Abbasi xəlifəsi mütəvəkkilin əmri ilə bu hərbi şəhərə sürgün edilir ki, tamamilə hakimiyyətin nəzarəti altında qalsın. Çünki orada adi insanlar da yaşasa, elmi, mədəni mühitdən daha çox hərbi mühit hökm sürürdü orada. Və paytaxt Bağdada köçürüləndən sonra Samirra tədricən xarabalığa çevrilir və orada daha şəhərdən elə bir əsər əlamət qalmır. Amma İmam Hadi və İmam Həsən Əskəri əleyhissalamın məqbərələri sonradan ki o şəhərdə yerləşdirilir, nəticədə məşhurlaşır və bu iki imamın hərəmi Ali-Buyə xəlifələrinin zamanında tikilir və genişlənir. Və imamın dünyaya gəlməsi ilə bağlı da həmçinin biz mənbələrdə baxırıq ki, məsələn, mərhum Şeyx Tusi Əl-Qeybə kitabında öz sənədi ilə ki, nəql eləyir, mötəbər bir sənədlə İmam Cavad əleyhissalamın deməli qızı xanım Həkimədən. Deməli, oradan nəql eləyir, buyurur ki, İmam Həsən Əskəri əleyhissalam Hicri 255-ci ildə Şaban ayının 15-ci günü məni çağırdı yanına və buyurdu ki, ya əmmətu
İc'ali leylete iftariki indi. Fe innallah azze ve cel seyesurruki biveliyihi ve hüccetihi ala halqi ve halifeti min ba'di. Qalet Həkimətu aleyhissalam. Deyir, mənə dedi ki, ey bibi, bəs bu gecə mənlə qal, iftarı aç mənə bir yerdə. Allah Teala çünki insanlara olan hüccətin dünyaya gəlməsi səni sevindirəcək. O mənim xəlifəmdir. Məndən sonra mənim xəlifəm. Deyir, bu xəbəri eşidəndə sevindim və libasımı geyindim, çölə çıxdım. Özümü çatdırdım İmam Həsən Əskəri əleyhissalama ki, o evin həyətində əyləşmişdi, kənizli ətrafındaydı və mən dedim ki, ey mənim ağam, sənə fəda olun, bəs ey mənim seyyidim, sənin xəlifən bu kənizlərin hansı birinə dünyaya gələcək? Ki, imam buyurdu ki, Süsən xanımı. Deyir, orada olan kənizləri göz gəzdirdim və yalnız Süsənin hamilə olduğunu gördüm. Ki, deyir, məğrib və işə namazından sonra süfrə açdım, Süsənlə birlikdə yedim, birlikdə bir otaqda yatdıq, qısa müddətli yuxuya getdim, sonra ayıldım. Bütün fikrim, deyir, İmam Həsən Əskəri əleyhissalamın Allahın vəlisinin dünyaya gəlməsi, göz açması vardı, verdiyi o əhdə və vədiyə odaqlanmışdı, yönəlmişdi. Deyir, bu səbəbdən də hər dəfə gecə namazına qalxdığım vaxtdan daha tez durdum. Və gecə namazını qıldım və vitr namazına çatdım. Bu vaxtı Süsən deyir, xanımla rahatçılıqla ayağa qalxdı, çölə çıxdı, dəstəmaz aldı, yenidən otağa gəlib namaz qıldı. O da deyir, vitr namazına yetişdi. Ürəyimdən keçdi ki, sübh vaxtı çatıb. Ayağa qalxdım, gördüm ki, artıq sübh çağıdır. Ürəyimdə şübhə gəldi ki, bəs imamın vədəsi niyə baş tutmadı, ciyarlaşmadı? Deyir, bu zaman imam mənə otağından səsləndi ki, şəkk eləmə, elə indi Allahın vəlisinin dünyaya göz açmasını görəcəksən inşallah. Deyir, mən Əba Muhamməddən və ürəyimdəki şübhədən həya elədim, utandım və otağıma qayıtdım. Deyir, bu vaxt Süsən xanım namazı saxladı və narahatlıqla çölə çıxdı. Ona dedim ki, atam anam sədə fəda olsun, bir şey hiss edirsənmi? Dedi, bəli, ey bir şiddətli ağrılar hiss edirəm. Dedim ki, qorxma, inşallah bu da ötəcək, keçəcək. Deyir, otağın ortasında döşək atdım və onu döşəyin ortasında oturtdum. Özüm də onun qarşısında əyləşdim. Uşaq dünyaya gəlmək üzrə idi. O əlimi tutdu, sıxdı və qışqırdı. Və bir də gördüm ki, mən Allahın vəlisi ki, aleyhissalamın vücudunun səcdə etdiyi hissədən yerə düşdüyünü gördüm. Deyir, mən onun çiyinlərini tutaraq qucağıma aldım. Pak idi və bütün işləri artıq görülmüşdü. Əba Muhammed İmam Həsən Əskəri əleyhissalam məni çağırdı və buyurdu ki, ey bibi tələs və oğlumu mənə tez gətir. Deyir, onu imamın yanına apardım, qucağına aldı və onu iki gözündən öpdü, gözlərini açdı və ağzından belə deyək, dadını götürdü, öpdü onu, yenidən dilini körpənin ki, mübarək ağız suyunu, yəni qulağını toxundurdu. Sonra onun sol əlinin üzərinə qoydu və Allahın vəlisi oturdu. Deyir, imam əli ilə körpənin başına sığal çəkdi və ona buyurdu ki, ey əziz oğlum, Allahın izni və qüdrəti ilə danış. Deyir, və bu zaman Allahın vəlisi ki, başladı danışmağa. Əuzubillahimineşşeytanirracim, Bismillahirrahmanirrahim. Və bu cür Qəsəs surəsinin 5 ayəsini oxudu. Və yaxud da mətndə keçir ki, 5 və 6-cı ayələri, 2 ayəni, yəni qiraət elədi. Sonra Peyğəmbər salavatullaha əleyhissalamın və imamların hər birinə ta atasına qədər salavat dedi və sonra Əba Muhammed İmam Həsən Əskəri əleyhissalam onu mənə verdi. Dedi ki, ey bibi, onu anasının yanına qaytar. Deyir, mən də onu anasına qaytardım. Artıq sübh açılmışdı və sübh namazını qıldım. Və gün çıxana qədər namazdan sonra müstəhəb əməlləri yerinə yetirdim. Sonra İmam Həsən Əskəri əleyhissalam ilə sağollaşıb evimə geri döndüm. Deyir, 3 gün keçdi. Allahın vəlisini görmək istədim. Fəsirtu iləyhim fəbədə'tu bil-hucrəti əlləti kənət Süsənu fiyhə. Deməli, deyir ki, o 3 gün keçmişdi, görmək istəyirdim. Deyir, getdim imamın evinə, əvvəl Süsənin olduğu otağa baxdım, səs gəlmirdi, nə baş verdiyini soruşmağı da xoşlamırdım. Buna görə də imamın məhzərinə getdim, qarşısına getdim və məsələnin nə olduğunu ondan soruşmağı utanırdım. Amma o söhbətə başladı, dedi ki, ey bibi, körpə Allahın
pənahındadır və Allah onun zühuruna icazə verənə qədər qeybdə qalacaq. Və bu bizim sirrimizdir, gizli qalmalıdır. Amma Allah Taala mənim canımı qəbz edəndən sonra, ruhumu qəbz edəndən sonra tərəfdarlarımın ixtilafa düşməsini gördükdə yaxın səhabələrimizə bunu bildirərsin. Çünki Allah öz vəlisini gizlədib və Cəbraili da atını onun qiyamı və zühuru üçün gətirməyincə heç kəs onu görməyəcək. O zamana qədər Allah Təbarək və Teala baş verəcək bu işi həyata ki, keçirsin. Ta o vaxta qədər yəni uzanacaq, yəni zühurun baş verməsinə qədər. Mərhum Şeyx Tus rəhmətullah əleyh Muhammed bin İbrahim sənədi ilə ki, nəql edir ki, yenə də xanım Həkimə salamullah əleyhadan ki, hədis deyək ki, həmin bu rivayət də demək olar ki, cüzi bir mətn fərqi ilə elə zikr etdiyim hədisin eynisidir. Amma fərqlilik olduğuna görə həmin hissəni istəyirəm ki, elə bir balaca ümumi oxuyum ki, bilək. Bu rivayətdə də yenə Həkimə xanımdan bimisli mə'ənəl hədisil avval illə ənəhu qalə. Qalət bə'əsə iləyyə Əbu Muhammedin aleyhissalam leylətən nisfi min şəhri Ramazan sənətə 55 və 200 qalət. Və qultu ləhu yəbni Rasulillah mən ummuhu qalə Nərcis. Deyir, İmam Həsən Əskəri əleyhissalama xanım Həkimə deyir ki, Ramazan ayının 15 idi və 255-ci hicrili idi. Deyir, imam məni yanına çağırdı və mən ondan sual elədim ki, ey Rəsulullahın övladı, dünyaya gələcək övladın anası kimdir? Deyir, dedi ki, Nərcis xanımdır. Və deyir, imam dünyaya gələndən 3 gün sonra Allahın vəlasını görmək istədim. İmamın evinə getdim buna görə və xanım Nərcisin olduğu otağa daxil oldum. O, dünyaya təzə körpə gətirmiş analar kimi otaqda oturmuşdu. Üzərində sarı rəngli bir parça vardı və başı bağlı idi. Deyir, onunla görüşdüm və otağın küncünə baxdım. Orada üzərində yaşıl parça sərilmiş bir beşik vardı. Və beşiyin yanına getdim, parçanı üzərindən götürdüm. Gördüm ki, Allahın vəlisi arxası üstə yatıb. Gözlərini açdı, gülməyə başladı və danışdı. Və mən onu götürdüm, öpmək üçün dodaqlarıma yaxınlaşdırdım. Ondan elə bir ətirli qoxu gəlirdi ki, həmin vaxta qədər heç vaxt belə bir deyir ətir hiss eləməmişdim. Ki, yəni o cürünə bir gözəl bir ətir gəlirdi ondan. Daha sonra İmam Həsən Əskəri əleyhissalam məni çağırdı ki, bibi oğlumu mənim yanıma gətir. Ya əmməti həlumni fətaya iləyyə və tənavələhu və qalə ya bunəyyə əntiq və zəkərəl hədis. Deyir, gətirdim imamın yanına. İmama dedi ki, ey oğlum, danış. Və deyir, uşağı sonra və o danışdı. Ki, uşağı götürdüm. Deyir, imam dedi ki, ey mənim oğlum, səni elə bir kəsə həvalə edirəm ki, Musanın anası öz balasını ona tapşırıb. Allahın pənahında, amanında və himayəsində və onun zilində, kölgəsində qal. Ki, bu cür Həzrət deyir, sonra deyir, imam mənə üzünü tutdu və qeyd elədi ki, onu anasına və bibisinə qaytar və bu uşağın dünyaya gəlməsini gizli saxla. Heç kəsi bundan xəbərdar etmə, ta ki mənim əcəlim və Allahın mənə verdiyi ömür, möhləti tamamlansın. Deyir, mən uşağın anasının yanına getdim, onlarla sağollaşdım. Sonra deyir, Muhammed bin İbrahim hədisi axıra qədər danışdı, yəni o digər dediklərimiz. Həmçinin Şeyx Səduq rəhmətullah aleyh də Kəmalüddin və Təmamül Ni'mə əsərində ki, 424-cü səhifəsində öz sənədi ilə yenə imamın dünyaya gəlməsi ilə bağlı rivayəti nəql eləyir ki, burada da rivayətdə İmam Cavad əleyhissalamın qızı xanım Həkimədən rivayət nəql olunur ki, bəəsə iləyyə Əbu Muhammed el-Həsən ibn Aliyin aleyhiməssalam fəqalə ya ümmətü ec'əli iftarək hədihil leylətə indənə fəinnəhə leylətün nisfi minə şə'ban fəinnəlləhə təbarəkə və təalə səyuzhiru fi hədihil leylətil hüccə və huvə hüccətuhu fi ardı. Deyir, İmam Həsən Əskəri əleyhissalam məni yanına çağırdı və dedi ki, ey bibi, bu gecə iftarda bizimlə ol və
bu axşam Şaban ayının 15-ci gecəsidir və Allahın özünün yer üzərindəki höccətini aşkara çıxardacağı bir gecədir və mən də sual etdim ki, onun anası kimdir? Buyurdu ki, Nərcis xanımdır. Mən dedim ki, sənə fəda olum. Axı onda heç bir hamiləlik əlaməti yoxdur. Və imam buyurdu ki, mən bunu sənə deyirəm. Gəldim, salam verdim, əyləşdim. Bu zaman Nərcis xanım mənim ayaqqabımı götürməyə gəldi və mən dedim ki, ey mənim və ailəmin xanımı, əhvalınız necədir? Dedi, sən mənim və mənim ailəmin xanımısan. O mənim sözümdən narahat dedi ki, bibi bu nə sözdür? Dedim ki, qızım, Allah Teala bu gecə sənə dünyada və axirətdə seyyid olan, rəhbər olan bir övlad bəxş edəcək. Xanım Nərcis utandı, həya elədi. İşa namazını bitirəndən sonra iftar etdim, yatmağa uzandım və yuxuya getdim. Gecə vaxtı qalxdım namazlar üçün və gecə namazı qılım. Gördüm, xanım Nərcis yatırdı və heç bir hal müşahidə olunmur. Sonra namazı bitirib müstəhəblərlə ki, məşğul idim. Və yenidən yerimə uzandım, narahat halda təzədən bir də oyandım, o isə hələ yatmışdı. Sonra yerindən qalxdı, namazını qıldı, ibadətlərini etdi və yenidən yatdı. Çölə çıxdım və sübhün açılıb-açılıb müşahidə etmək üçün göyə baxdım. Gördüm ki, artıq sübh açılıb və Nərcis xanım da yuxudadır. Və şübhəyə düşdüm ki, yəni həmin bu övladın dünyaya gəlməsindən bağlı gördüm, İmam Həsən Əskəri əleyhissalam öz yatağı otağından mənə səsləndi ki, bibi tələsmə, iş yaxındır, artıq az qalıb. Oturub Qurandan Səcdə və Yasin surələrini oxudum və nigaran halda xanım Nərcis yuxudan oyandı. Mən onun yanına tez getdim, dedim ki, Allah səni qorusun, nəsə bir şey hiss edirsən? Dedi, bəli. Və dedim ki, özünü topla, iradəli ol, yəni möhkəm dur. Mən və Nərcis xanım özümüzü zəif kimi hiss edirdik sanki. İmamın sözü ilə özümə gəldim. Xanım Nərcisin üzərində olan parçanı götürdüm və elə götürdükdə yeni dünyaya gəlmiş seyyidimi gördüm. O səcdə halındaydı. Səcdəyə gedən bütün bədən üzvləri yerə yapışmışdı. Onu qucağıma aldım, pak idi və bu an İmam Həsən Əskəri əleyhissalam uca səslə mənə tərəf səsləndi ki, ey bibi, bəs uşağımı mənə gətir, oğlumu. Onu imamın yanına apardım və imam iki ovcunu açıb uşağı əlinə aldı və onun iki ayağını öz sinəsinə qoydu və sonra ağız tərəfinə yaxınlaşdı ki, əlini uşağın gözlərinin, qulaqlarının, ayaqları üstə çəkdi və sonra dedi ki, ey mənim balam, danış, nitqə gəl. Uşaq danışmağa başladı. Əşhədü an la ilahe illallah vahdehu la şərikə ləh və əşhədə ənə Muhammedən Rasulullah sallallahu aleyhi və aleyh. Bunu dedi, sonra həmin bu körpə İmam əleyhissalamdan ta atası İmam Həsən Əskəri əleyhissalama qədər bütün imamların adını zikr edib onlara salam dedi. Sonra İmam Həsən Əskəri əleyhissalam dedi, bibi, körpəni anasının yanına apar ki, onu da salamlasın, sonra isə mənim yanıma yenidən geri gətir. Onu anasının yanına apardım, anası onu salamladı ki, öz də anasını salamladı və yenidən imamın yanına qaytardım. İmam dedi ki, bibi, 7-ci gün, yəni doğumdan 7 gün sonra da ki, yenidən bizim yanımıza gələrsən. Və sübh açıldı. İmam Həsən Əskəri əleyhissalama salam vermək üçün içəri daxil oldum. Pərdəni çəkdim, amma imamı görmədim. Və soruşdum ki, sənə fəda olun, bəs seyyidim necədir? İmam buyurdu ki, ey bibi, onu elə bir varlığa tapşırmışam ki, anası Musanı ona tapşırmışdı. Elə ki, 7 gün çatdı, mən yenidən imamın yanına gəldim, salam etdim, əyləşdim və dedi ki, ged uşağımı yanıma gətir. Və mən getdim, uşağı gətirdim imamın yanına. İmam birinci dəfə etdiklərini təkrarladı və dilini uşağın ağzına doğru yaxınlaşdırdı və onu sanki elə bir südlə bal vermiş kimi oldu və sonra imam buyurdu ki, ey mənim balım, danış. O da dedi, əşhədü an la ilahe illallah və İmam Muhammed Peyğəmbər salavatıllaha və əleyhissalamdan ta atasına qədər bütün pak imamların hamısına salam və salavat göndərdi. Və sonra isə Qəsəs surəsinin 5 və 6-cı ayələrini imam qiraət elədi, İmam Mehdi Cəlal Fərəcə və bununla da tamamladı. Hədisin ravisi olan Musa bin Muhammed ki, sonra deyir ki, fəsəəltu əqbətəl xadim ən həzihi fəqalə sadaqət həkimə. Deyir, bu həmin xadimin
nəslindən olanlarla hadisə haqqında da soruşdum. Onlar dedilər ki, xanım həkimə doğru deyibdi, düz danışıbdı. Və həmçinin Şeyx Sadıq rəhmətullah əleyh Kəmaluddində yenə də öz sənədi ilə Muhammed bin Abdullah Təhridən nəql etdiyi başqa bir geniş hədis var. Deməli, bu rivayətdə də necə keçir? Deməli, həmin bu Muhammed bin Abdullah nəql ki, İmam Həsən Əskəri əleyhissalam şəhadətə qovuşandan sonra İmam Cavad əleyhissalamın qızı xanım həkimənin yanına getdim ki, İmamın xəlifəsi həmçinin insanların bu mövzuda olan ixtilafı barəsində onunla söhbət edim. Deyir, xanım həkimə buyurdu ki, otur, mən də əyləşdim və dedi ki, ey Muhammed, Allah Teala yer üzünün natiq və yaxud da samit, yəni bir höccətdən boş qoymayacaq heç vaxt. Ki, yəni burada natiq və yaxud samit, yəni danışan və sükut edən bir höccət deyəndə, məqsəd burada Peyğəmbər salavatullah danışan və sükut edən isə onun höccətlərindən bilir, yəni vəli isə. Və deyir, xanım həkimə buyurdu ki, və onu heç vaxt Həsən və Hüseyndən sonra iki qardaşa bəxş eləməyibdi Allah Teala. Ki, yəni imamlıq məqamı iki qardaş olaraq İmam Həsən və İmam Hüseyn əleyhissalama verilibdir. Başqa heç kimdə belə bir şey olmayıbdır ki, iki qardaş da imam olsun. Bu şərafət, bu məqam, fəzilət Həsən və Hüseyn əleyhissalama aiddir və yer üzündə onların bənzəri gəlməyibdir. Allah təbarəkə və təala İmam Hüseyn əleyhissalamın övladlarını, İmam Həsən əleyhissalamın övladlarından əfsəli qərar veribdir. Necə ki, Harunun övladlarını Musanın övladlarından daha fəzilətli qərar veribdir və onlara peyğəmbərlik, nübüvvət əta edibdir. Düzdür, Musa Harunun höccəti idi, amma qiyamətə qədər peyğəmbərlik fəziləti Harunun övladlarındadır. Və beləcə ümmət mütləq imtihana çəkiləcək ki, batıl düşmənlər haqq tərəfdarlarından ayrılsınlar və insanların Allah yanındakı bir bəhanəsi də qalmasın. Yəni, bu ayrılsınlar haqla batıl əhli. Və İmam Həsən Əskəri əleyhissalamın şəhadətindən sonra insanların imtihan dövrü də gəlib çatıbdır. Bir mən sual etdim, dedim ki, bəs ey mənim xanımım, İmam Həsən əleyhissalamın övladı var idi. Xanım həkimə təbəssüm edir, dedi ki, əgər İmam Həsən əleyhissalamın övladı yoxdursa, o zaman ondan sonra imam kimdir? Mən sənə demişəm ki, Həsən və Hüseyndən sonra imamət iki qardaşa verilməyibdir. Yəni, övladın olmadığını deməmişəm. Ki, bax, diqqət edirsiniz, bax, məsələn, burada da görürsünüz, bax, belədir. Üzbəüz belə danışılsa, hökm, rivayət, mövzu danışılsa belə, yenə də onu dinləyənin belə səhv anlaması mümkündür ki, məsələn, necə də elə günümüzdə də belədir. Bəzən görürsən ki, üzbəüz bir kəsə bir mövzu, bir hökm, ya bir məsələ deyilir, amma görürsən ki, deyilsə belə, hətta başa düşdüm deyir, amma nəticədə, praktikada biz görürük ki, o məsələn təəssüf ki, başa düşməyibmiş, öz fikrində elə bilir ki, başa düşübdür. Xülasə, deyir, mən dedim ki, ey mənim xanımım, mənim ağamın təvəllüdünü və qeybə çəkilməsini danış. Xanım dedi ki, bəli, mənim Nərcis adlı bir kənizim var idi. Qardaşım oğlu bir gün mənim görüşmə gəldi, bu kənizi gördü və mən də dedim ki, ay ağam, əgər o sənin xoşuna gəlirsə, mən onu sənin yanına göndərə bilərəm. Bir imam dedi ki, xeyr, xoşa gəlməyə görə yox, amma təəccüb etdim. Sual etdim ki, təəccübün nədəndir? İmam buyurdu ki, ondan tezliklə bir uşaq dünyaya gələcəkdir. Allah üçün o çox izzətli və yer üzünü də zülm və haqsızlıqla dolandan sonra Allah onun vasitəsilə yeri ədalətlə dolduracaq, bərpa edəcək. Deyir, mən dedim ki, ey mənim seyyidim, onu sənin yanına göndərim ki, Həzrət deyir, buyurdu ki, bu barədə atamdan icazə al. Deyir, xanım həkimə deyir ki, bəs mən də Əbul Həsən əleyhissalamın, yəni İmam Hadi əleyhissalamın evinə gəldim, salam edib əyləşdim, imam söhbətə başladı və dedi ki, ey həkimə, Nərcisi oğlum Əba Muhammedin yanına göndər. Deyir, mən də dedim ki, ey seyyidim, məhz mən bu barədə sizin icazə almaq üçün gəlmişdim. Dedi ki, ey mübarək xanım, Allah Teala istəyir ki, sən də bu mühim işin savabına şərik olasan və bundan sənə də bir pay çatsın. Deyir, xanım həkimə buyurdu ki, dərhal evimə geri döndüm və Nərcisi geyindirib, hazırlayıb, İmam Həsən Əskəri əleyhissalamın ixtiyarına verdim. Onların dil qovuşmasını öz evimdə həyata keçirdim. İmam Həsən Əskəri əleyhissalam bir neçə gün bizdə qonaq oldu və sonra atasının məhsərinə, yəni İmam Hadi əleyhissalamın yanına qayıtdı.
Ki sonra İmam Hadi əleyhissalam şəhadətə qovuşdu və İmam Həsən Əskəri əleyhissalam atasının yerinə, məqama çatdı və mən İmam Hadi əleyhissalamın görüşünə getdiyim kimi onun da görüşünə getdim və Nərdiz xanımın evində idim ki, ayaqqabımı düzəltmək üçün, ayaq geyimlərimi birləşdirmək üçün gəldi və dedi ki, ey mənim xanım, ayaqqabılarınızı mənə verin. Mən də dedim ki, ey mənim sərvərim, ey mənim xanımım, sən mənim əslində seyyidəmsən. Niyə? Çünki and olsun Allaha, bu ayaqqabılarımı çıxarmaq üçün və ümumiyyətlə mənə xidmət etmək üçün sənə icazə verməyəcəm. Mən böyük bir fəxarətlə, şərəflə sənə xidmət etməyə hazıram. Niyə? İmam Həsən Əskəri əleyhissalam bu sözü eşitdi, dedi ki, ey bibi, Allah sənə böyük mükafat versin. Və gün batana qədər onun yanında əyləşdim, sonra kənizə dedim ki, mənim libaslarımı gətir, qayıtmaq istəyirəm. Amma deyir, imam etiraz elədi ki, xeyr, bibi, bu gecə bizimlə qal və bu gecə Allahın əzizi olan o körpə dünyaya gələcək və Allah onun vasitəsi yeri öldükdən sonra dirildəcəkdir. Deyir, mən dedim ki, ey mənim seyyidim, bu körpə kimdən dünyaya gələcək? Deyir, axı mən Nərdiz xanımda hamiləliyin əlamətlərini görmürəm. Deyir, imam dedi ki, körpə başqa xanımdan deyil, məhz bu xanımdan dünyaya gələcək. Və xanım həkimə dedi ki, Nərdizin yanına getdim, onun bel və qarın nahiyəsinə baxdım, hamiləlik əlaməti görmədim. Yenidən imamın məhzərinə gəldim və bu barədə ona danışdım. Deyir, imam təbəssüm elədi və dedi ki, sübh çağı onun hamiləliyi sənə bilinəcək. Onun misalı Musanın əleyhissalamın anasının məsələsi kimidir. Musanın anasında da hamiləlik əlaməti görünmürdü və Musa dünyaya gələnə qədər heç kəs onun dünyaya gəlməsinə xəbərdar deyildi. Çünki Firon Musanı axtarırdı, o hamilə qadınların qarnını yarırdı, parçalayırdı ki, öldürsün. Bu da Musa əleyhissalam kimidir əlaməti. Və xanım həkimə deyir ki, yenidən xanım Nərdisin yanına qayıtdım, imamın dediklərini ona dedim, əhvalını soruşdum. Dedi ki, ey mənim bibim, özüm də heç bir hal müşahidə hiss eləmirəm. Sübh çağına qədər deyir, Nərdiz xanımı nəzarətdə saxladım, o mənim yanımda sakit yatmışdı. Elə ki, gecə bitdi və sübh çağı gəldi. Bu zaman deyir, narahat halda yerindən qalxdı. Onu qucaqladım, bismillah dedim. Ki, imam buyurdu ki, ona Qədr surəsini oxu. Deyir, surəni oxumağa başladım və ondan əhvalını soruşdum. Dedi ki, ağamın dediyi hal məndə müşahidə olunur. Deyir, mən də imamın dediyi surəni oxuyurdum. Bu vaxtı ana bətnində körpə də mənimlə Quran oxumağa başladı. Və xanım həkimə deyir ki, mən eşitdiyim səsdən qorxuya düşdüm ki, amma imam əleyhissalam mənə tərəf yenidən səsləndi ki, Allahın işindən təəccüb etmə. Allah Teala biz əhl-i beyti uşaq ikən danışdırır və qoca yaşlarımızda bizi yer üzünü höccət edir. Hələ imamın sözü qurtarmamışdı ki, Nərdiz xanım deyir, gözümdən itdi, daha onu görmədim. Sanki mənimlə onun arasında bir pərdə asılmışdı və səslənib İmam Həsən Əskəri əleyhissalamın yanına qaçdım. İmam buyurdu ki, ey bibi, qayıt, o yerindədir, onu yerində görəcəksən. Deyir, xanım həkimə dedi ki, qayıtdı və bir qədər sonra mənimlə onun arasında olan pərdə aradan götürüldü və xanım Nərdisi gördüm ki, bir nurla əhatələnmiş haldadır və elə bir nurdur ki, onun içində xanım Nərdisi görə bilmirdim. O dərəcədə nurani idi, bir parıltılı idi. Və deyir, bu vaxt səcdədə olan bir körpə gördüm. Onun dizləri yerə yapışmışdı və iki baş barmağını göyə qaldırmış halda deyirdi, Əşhədu an la ilahə illallah vahdahu la şərikə ləh və annə cəddə Muhammedə Rasulillah və annə cəddə əmirəl müminin. Aleyhisselam. Deyir, sonra imamların adlarını bir-bir çəkdi, elə ki, öz adına çatdı. Dedi ki, ilahi, mənə vəd verdiyin yerinə yetir ki, mən də bu işi tamamlayayım. Deyir, addımlarını möhkəm et, qədəmlərini və yer üzünü mənim əlimlə ədalətdən doldur. Deyir, İmam Həsən Əskəri əleyhissalam dedi ki, ey bibim, o uşağı gətir yanıma. Deyir, onu aldım anasından və imamın məhzərinə apardım. Uşaq iki əlimin üstündə idi, imamın qarşısında dayandım, körpə atasına salam verdi. İmam Həsən Əskəri əleyhissalam onu məndən götürdü və mübarək dilini onun ağzına toxundurdu ki, sanki bir süd qida verəcək kimi, yəni o elminin ötürücüsünün zahiri bir əlamətidir bu. Yəni burada qəribə bir şey yox. Və uşaq atasının dilindən sanki o nəyisə aldı, götürdü ki, bu bir mənəvi qidadır və onu deyir, anasının yanına apar ki, süd versin, amma sonra mənim yanıma yenidən gətir. Deyir, onu anasına verdim, anasına süd verdi və körpəni yenidən imamın məhzərinə gətirdim, gördüm uşağın başı üzərində
sanki bir quşlar uçur və onlardan səs gəldi. Onu al, saxla və 40 gündən bir bizim yanımıza gətir. Deyir, həmin o quş körpəni götürdü və səmaya doğru getdi. Və imam dedi ki, səni Musanın anasının tapşırdığı Allaha tapşırdı. Və deyir, xanım Nərdisin ağladığını gördüm, imam görür, yəni onu buyurur ki, sükut elə, səbirli ol, uşaq yalnız səndən süd istəyəcək. Xanım Nərdisə xitabən deyir, bunu dedi və başqasından ona süd içməyi də qadağandır, halal deyil. Və Musa anasına qaytarıldığı kimi o da tezliklə sənə qayıdacaq. Və sonra İmam Qəsəs surəsinin 12-ci ayəsini oxudu ki, bundan qabaq biz ona süd analarını qadağan etmişdik. Musanın bacısı Firon əhlinə dedi ki, sizin üçün o uşağa süd verməyi təmin edəcək, həm də ona qarşı xeyirxah olacaq bir ailənin sizə nişan verinmi? Və mən sual verdim ki, bəs bu quş nə idi? Deyir, əslində o quş cildində olan Ruhul Quds idi. Və imamların məhzərinə gəlir o, onlara uğur, xeyir gətirir və onlara möhkəm olmağı öyrədir və elm təlim edir. Və deyir, 40 gündən sonra uşaq geri qaytarıldı və qardaşımın oğlu yenidən məni məhzərinə çağırdı. Və deyir, imamın yanına gəldim və bu vaxt uşağın orada olduğunu gördüm və sual ededim ki, ey ağam, bu uşağın artıq 2 yaşı var. Deyir, imam təbəssüm etdi və dedi ki, peyğəmbərlərin və vəsilərin uşaqları əgər imamət üçün seçilsələr, digərlərdən fərqli olaraq tez inkişaf edib böyüyərlər. Və bizim 1 aylıq körpəmiz 1 yaş uşaq kimi görünər. Bizim uşaqlarımız ana bətnində danışar, Quran oxuyar, Allaha təqdislər deyər, süd içərkən Allahın mələkləri ona fərman verir və hər səhər axşam onun yanına gələrlər, yaxud yuxusuna gələrlər. Bir xanım həkimə dedi ki, o uşağı 40 gündən bir görürdüm və İmam Həsən Əskəri əleyhissalamın şəhadətindən bir neçə gün qabaq yenidən gördüm, artıq böyümüşdü, onu tanımadım və qardaşım oğluna dedim ki, mənə icazə verirsən, bu oğlanın qarşısında otururum, bu kimdir? İmam dedi ki, o Nərdisin oğlu və mənim xəlifəmdir, tezliklə mən aranızdan gedəcəm, ona qulaq asın və onun əmrlərinə tabi olun. Bir xanım həkimə buyurur ki, bir neçə gün keçdi və İmam Həsən Əskəri şəhadəti qovuşdu və cəmaat gördüyün kimi ixtilafa düşdü. Həmin bu şəxsə raviyə danışır xanım həkimə bunları ki, bəs and olsun Allaha, mən hər səhər axşam onu görürəm, o məni sizin soruşduğunuz məsələlər barədə xəbərdar edir, mən də sizə agah edirəm. Və and olsun Allaha, şəhadət verirəm ki, ondan soruşacağım bütün suallara hələ mən soruşmamışdan cavab verir. Bəzən bir sual və çətinlik yarananda isə həmin an mən soruşmayanda o cavabını deyir. Və dünən gecə məni sənin gəlməyindən xəbərdar etdi və dedi ki, sənə həqiqi və haqq olan məsələlərlə bağlı xəbərdar edin, məlumatlandırım. Və and olsun Allaha, deyir həkimə xanım, elə bir məsələləri danışdı ki, bunu yalnız Allah bilir. Mən başa düşdüm ki, bütün bunlar həqiqətdir, ədalətlidir və haqq tərəfindəndir. Çünki Allah onu elə bir məsələlərdən agah edibdir ki, insanların heç biri bundan xəbərdar deyil. Digər rivayətlərimiz də var ki, inşallah və onların bəzi izahları var ki, məsələlər ki, onları da gələn bəhsimizdə inşallah bəyan edəcəyik. Vəlhamdülillah Rabbil aləmin.